Salam əleykum, hər vaxtınız xeyir olsun. Belə bir dörtgöz buferlə kusok dəyişmişəm. Burada özümə də maraqlı bir şey gəlib, paylaşmaq istəyirəm. Deməli, bunun içində kusok dəyişərkən zavod xəttləri olur. Ustalar bilir, bilməyənlər üçün də başa salıram. Belə baxsınlar, kimə maraqlıdırsa. Deməli, mən bunu təmir edərkən, yəni kusok hissəni üstünə kəsib əlavə edərkən çöl tərəfdən işləmişəm. Bunun burada içəridə bu qara detal olur. Bu detalların üstündən çöl tərəfdən kusokunu kəsib əlavə eləmişəm. Hissəni əlavə eləmişəm detala. İndi sökəndən sonra baxıram ki, yəni heç bir ölçü, biçi, metrə və s. istifadə etmədən artıq illərin verdiyi təcrübə öz sözünü burada deyib. Sökəndə içində baxıram ki, yəni bütün xəttlər, yəni zavodun belə qoyduğu kusok deyirsən, bunu hissəyə bölüb deyirsən, nə vaxtsa bu xəttlərdən istifadə elə deyərəkdən yəni hesabladığı bir şey. Hamısı öz yerində. Bu zavod həndəsəsidir bunun. Bir çox yerində var, ustalar yenə deyirəm bilir. Bir çox yerlərində bu hissələr var, bu xəttlər var. Hissəni dəyişəndən sonra içini sökəndə baxıram ki, hamısı birə-bir, ölçülər hamısı dəqiqliyi ilə yerində. Mən bunu bu formada belə dəyişmişəm. Gəlir hardasa ortalara kimi. Bu hissəyə kimi. Özümə də maraqlı gəldi, dedim sizinlə də paylaşım. Şərhlərinizi paylaşsaz, bəyənsəz, kanala abunə olsaz, sevinərəm. Yəqin ki, bu video bir daha qarşınıza çıxmayacaq, bu kanalı bir daha görməyəcəksiniz. Bura bizim ateliyedir, burada bamperlərin təmiri ilə məşğuluq.